Əziz dostlar, hörmətli izləyicilər, Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək layihəsi çərçivəsində Multikultural Azərbaycan podkastına baxırsınız. Qonağımız Dodo qəzetinin baş redaktoru, yazar İradə Məlikovadır. İradə xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm Niyaz müəllim. İradə xanım, ilk ondan başlayaq ki, Dodo qəzetinin yaranma məqsədi nə idi və bu ideya hardan gəldi? Ümumiyyətlə, bu Dodo adına da bir aydınlıq gətirin, zəhmət deyilsin. Dodo talış dilində xanım xatın deməkdir. Hər adama deyilməz. Əsildə, nəsildə bir xala, bibi olar. Onlardan ən sevimlisinə bizlərdə Dodo deyərlər. Ana sözü də var bizdə inə, bacı sözü də var hova. Amma Dodo hər kəsə deyilməz. O ki, qaldı, hardan doğdu? Bəli, belə deyərdim də, məhz bu il iyul ayının, bu sırf təsadüfdür, 22-sinə mənim də qəzetim 9 illik tamamı bizim Azərbaycan mətbuatı ilə bərabər günə düşür. Bilmirəm necə, inan heç səmimiyyətimdən gizlətmirəm, heç mən jurnalistikadan gəlmədiyimdən o zamanlar heç o tarixi də bilmirdim. Amma həmin günə təsadüf edir. Yadıma gəlir ki, qəzetim çıxmışdı 26-sı, artıq mən Lənkəran Astara Masalda qəzeti paylayırdım. Məhz bu 9 ilin içində ondan qabaqki illərdə sosial şəbəkədə çox aktiv idim. Hər bir insanın nə yazdığını görürdüm. Bu məni incidirdi, Niyaz müəllim. Mən qarşıma məqsəd qoydum ki, qəzetimdə nəyi göstərə bilərəm? Talış xalqının dilini, mədəniyyətini, olan ziyalıların haqqında məlumatlar. Sonradan da bilirsiniz ki, bizim ən yaralı yerimiz olan bizim şəhidlərimiz, qazilərimiz haqqında rubrikalarımız. Bir müddət keçəndən sonra 2014-cü ildə də multikulturalizmlə bağlı indi rubrikam da var. Hər bir sahəyə toxuna bilirəm. Yəni bu mənim planlaşdırılmış şəkildə görmək istədiyimi, Talış xalqının Azərbaycanda yaşam durumunu, necə mədəni səviyyədə yazılarını, dilini, mədəniyyətini, folklorunu necə təmsil edir, necə istifadə etdiklərini beynəlxalq səviyyədə göstərmək idi. Buna nail ola bildimsə, bilmirəm. Amma mən sizin qəzeti səhifələyəndə orada təkcə Talışlarla bağlı deyil, Azərbaycanda yaşayan digər xalqlarla da bağlı müxtəlif informasiyalara rast gəlirəm. Dodo multikultural Dododur. Çünki Azərbaycanda, sizə indi suallarınız ətrafında ona da biz toxunacaq. Azərbaycanda yaşayan bütün xalqların həm yaşadığı yerlərdə olub Dodo redaksiya olaraq, həm də onların haqqında kitablarımız var. Belə bir sualla sizə müraciət edeyim. Ümumiyyətlə, bax, dediniz ki, Talışlarla bağlı, Talış mətbəxti, Talış mədəniyyəti, Talış dili ilə bağlı informasiyalar verirsiniz. Ümumiyyətlə, Azərbaycanda Talış icmasının media sahəsində təmsilçiliyi sizi qane eləyirmi? Yəni, bu xalqlar media ilə əməkdaşlıq eləməkdə nə dərəcədə maraqlıdırlar? Məni qane etmir, açığı deyim. Vizual olaraq görsənir. Amma çox yaxşı olardı ki, icma kömək eləsin mətbuata və biz araşdırmalarımızı davam edək. Belə deyim də, onu göstərmək üçün yox. Sırf daxilinə girib mədəniyyətini, folklorunu, çünki Talış dili çox tarixi bir dildir. Orada araşdırmalar, onun lingvistik baxımından, onun folkloru, onun mətbəx mədəniyyətini göstərmək lazımdır. Baxın, dediniz ki, mətbəx mədəniyyətimizi, dilimizi və digər adət-ənənələrimizi biz cəmiyyətə, Azərbaycan cəmiyyətinə çatdırmağa çalışırıq. Bildiyiniz kimi, Azərbaycan multikultural bir dövlətdir. Mənim üçün maraqlıdır. Talış dilində bu məhsullar nə dərəcədə maraq oyadır da insanlarda, həm Talış icmasında, həm ümumiyyətlə Azərbaycan cəmiyyətində. Bu məhsulları ki, qəzetdə təqdim edirsiniz, sizin kitablarınız da, xeyli kitablarınız da var və bu kitabların bir çoxu, mən baxıram, Elm və Təhsil Nazirliyinin ekspert olmusunuz, o çərçivədə çap olunub, bəzilərini dövlət çap eləyib. Ümumiyyətlə, bu məhsullara maraq nə qədərdir? Həm dövlət səviyyəsində maraq daha gözəldir, həm də cəmiyyət arasında. İndi çox gözəldir ki, bizim işimizi biraz asanlaşdırıb, bizim sosial şəbəkələr. Bu nə qədər asanlaşdırıbsa, bir o qədər də çətinləşdirib. Amma maraq odur ki, məsələn ki, mən minnətdaram Elm və Təhsil Nazirliyinə, belə bizim kitablarımız 4 dənə metodik hissə və dilin özü ilə bağlı, Talış dili ilə bağlı Tuluş Azıvın 4 kitabımız çıxıb, 1-ci, 2-ci, 3-cü, 4-cü sinif və metodik hissələr 1, 2, 3, 4. Yəni, bunların
qarşılanması necədir? Suallar verirlər, tələblər qoyurlar. Hətta bu yaxınlarda məndən tələb elədi bir gənc tələbə, birinci kurs tələbəsi ki, Rada xanım redaksiyaya zəng olunmuşdu. Çünki qəzetin arxasında nömrələr var. Bəli. Yəni həm də bir TV olaraq bizim videoların altında da nömrələrimiz gedir. Belə mən danışıq dili kitabı istəyirəm. Yəni maraq doğru olduğu üçün belə bir gözəl Azərbaycan və Talış dilində danışıq kitabı. 1000 sözdən ibarət, çox gözəl də nəticəsi var. Mən inanıram ki, geniş auditoriya hələ bunu əldə edə biləcək. Bax, dediniz ki, dövlətin təşəbbüsü ilə kitablar çap olunub, vətəndaşlar arasında da maraq var və sizin özünüzün də təşəbbüsü ilə nəşr olunan kitablar var. Mənim üçün maraqlıdır ki, Azərbaycandakı multikultural mühit Talış icmasının, ümumiyyətlə Talışların fəaliyyətində hansı imkanlar yaradır? Hər zaman Azərbaycan dövlətçiliyi, vətən, sonra öz icmanız haqqında düşünürsünüz. Yəni, birgə yaşayışa, etnosabitliyə xidmət eləyən bizim ziyalılarımızdansınız. Yəni, Azərbaycandakı multikultural mühit Talış icmasının fəaliyyətinə hansı imkanları yaradır da? Elədikləri məni qane etmir. Mən daha çox istəyərdim. Məsələn ki, beynəlxalq səviyyələrdə bizim musiqi festivallarımız olur, kitab təqdimat sərgiləri olur. Amma mən bunun Talış icmasından bunun artığını gözləyirəm. Yəni yerlərində. Məsələn üçün necə ola bilər? Bu bizdə televizorda verilişlər gedilməlidir. Məktəblərdə tədbirlər keçirilməlidir yerlərində. Yəni bunu pafosla hardasa deməklə deyir. Düzdür, beynəlxalq səviyyədə biz göstəririk. Bu çox ləzzətli və məni də həvəsləndirir. Məktəblərdə mənim bildiyimə görə dərslər keçirilir. Dərsliklər, hətta radioda da mənim bildiyimə görə bir Talış qrupunda dilində var. bəzi yerlərdə də məsələn üçün belə bir ağrılar var ki, sinif sayları az olduğundan birləşdirirlər. Belə bir şeylərdə rast gəlmişik. Amma yaxşı olardı ki, mediaya bir geniş yer verərdilər. Araşdırılmaların aparılması, yəni daha geniş kitabların çap olunması, insanlarla sıx əlaqədə olunması üçün yerlərdə. Beynəlxalq səviyyədə bəli, mən minnətdaram. Çünki mənim özümə də bu barədə kitablarım var. Sizə dediyim kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Şuranın qərarı ilə 4 kitabımız var. Minnətdaram ki, sizin o dediyiniz sözə də belə bir kitablar var ki, təkcə bizim yox, Asaylı xalqların folkloru 4-cü seriya kitabı Talışlarla bağlı, Talış folkloru. Bundan qabaq ləzgiləri var, başqa bir xalqlara da müraciət edir. Azərbaycan Milli Elmlər Akademiyasının özünün kitabıdır. Yəni, orada onlarla bərabər, məsələn ki, bu versiya mənə daha çox xoş gəlir. Çünki biz tarix yazırıq. Biz gələcək nəslə... Dövlət sizə dəstək olur. Bəli, bəli. Bu kitabımı, məsələn, mənim dövlət çıxardıb, Talış xalqının folkloru dövlət tərəfindən çıxarılıb. Dövlət tərəfindən çıxarılan kitablar, mən sizə göstərdiyim, bizim orta məktəb kitabları da 2006-cı ildə, 1996, sonra da 2006-da bir dəfə müraciət edilmişdi. Uzun müddət idi, müraciət edilmiş 20 il idi. Nəhayət ki, bütün məktəblərə buraxılıb, çox gözəl bir rezonans verdi. Necə insanlar sevinirdi. Dilə bağlı çox həssaslar, çox sevgiləri var xalqla. Təkcə deyim ki, Talış xalqını yox, bütün xalq, Azərbaycanda yaşayan xalqların, məsələn üçün mən bununla rastlaşmışam, Niyaz müəllim, bu kitabların çapında. Mən sizin dediyiniz sual multikulturalizmdə bir ili təmin olanda, mən bir vətəndaş olaraq qarşıma məqsəd qoydum ki, mən nə edə bilərəm? Hətta o vaxtda Ayaz Vəfalının Atalar sözü Ağılın gözü bir kitabı vardı. İstəyirdim onu götürüm, təzədən çap eləyim. İnsanı da tanımırdım. Elmlər Akademiyasına getdim, ondan tanış oldum və fikrimi ona bildirdim, bu kitabı göstərdim ona. Azərbaycanda yaşayan xalqların Atalar sözləri və deyimləri kitabı 11 xalqın dilində Azərbaycan dilinə tərcüməsi ilə və bununla göstərə bildik ki, bizdə Azərbaycanda xalqlar bir gözəl bir xalça kimi ilmələr toxuyursa, necə gözəl görünür. Milli Heydər Əliyevin onunla bağlı bir söz var. Azərbaycanda yaşayan xalqlar bir xalçanı xatırladır. Xalça kimi müqayisə eləmişdi ki, ilmələr müxtəlifliyi olduğu kimi xalqların da müxtəlifliyi var. İradə xanım, müasir dövrdə etnik mədəni kimliyin qorunmasında, bax, deyək ki, fərz eləyək ki, Talış xalqının etnik mədəni kimliyinin qorunmasında, digər xalqların etnik mədəni kimliyinin qorunmasında medianın rolu nə qədər mühümdür? Xalqların deməli kimliyinin qorunmasında media böyük rol oynayır. Yazılar yazıram, məsələn ki, qəzetdə
Mən insanların fikrini də görürəm də. Yəni amma bu medianın rolu təkcə deyil. Məsələn üçün bizim zona üzrə cənubda deyərdim, televizorun olmasa çox yaxşı olardı. Öz dillərində eşitsinlər. Hər hansısa bir neçə 1 saatmı, 2 saatmı deyərdim. Yəni o böyük bir rol oynayır. Radiolar olsun, internet səviyyələrində, internet TV-lərdə onların özünə. Mən indi sizə bir misal çəkim. Görürəm də, mən bunun özüm müşahidə edirəm. Özləri açırlar. Bunu YouTube kanalı ilə, canlı yayımla yığışırlar. Hətta bunu mən özüm də bir təcrübə kimi etmişəm. Sosial şəbəkələrdə çox aktivəm. Deyərdim ki, Azərbaycanda internet bərqərar olanda 2 nəfər Lənkərandan 12 nəfər girirsə biri mən idim. 12 nəfərdən. O zaman hər yerdə internet yox idi. Amma belə baxıram ki, əgər insanlara bir platforma versələr, sadəcə öz kitablarından, mədəniyyətindən, şeirindən, qəzəlindən danışır. Və mən bunu müşahidə edirəm ki, bir neçə televizor var, ancaq çıxırlar, onlardan danışırlar. Başqa bir şey danışmır. Mən dili də çox gözəl, mükəmməl bilirsiniz ki, mən bir neçə əsərlərim, tərcümələrim, redakta olunmuş kitablarım var. Yəni, bunlar kəsaddır. Əslində belə bir zamanda, dövrdə yaşayırıq ki, informasiya, kommunikasiya texnologiyaları o qədər inkişaf edib ki, bunları məsələn xalqlar özləri də eləyə bilərlər də. Edirlər artıq. Məsələn, mən düşünürəm ki, dövlət kitab çap eləməlidir, dövlət jurnal çap eləməlidir, dövlət nağıllar çap eləməlidir. Amma indi bu YouTube kanallarıdır, sosial şəbəkələrdir, sosial platformalardır. Burada xalqlar özü aktiv olsalar daha yaxşı olar və ümid edirəm ki, bu aktivlik var və bundan sonra da davam eləyəcək. İladə xanım, növbəti sualımıza keçək. Siz Azərbaycan multikulturalizmi, bax biz bayaqdan söhbət edirik ki, dövlət bunu eləyir, vətəndaş bunu eləyir, icmalar bunu eləyir. Azərbaycan multikulturalizmi praktikada necə işləyir? Məsələn, bu bəziləri sosial şəbəkələrdə biz görürük ki, narazılıq ifadə edirlər, bəziləri deyirlər ki, bu çatmır, o çatmır. Təbii ki, hər şey ideal deyil. Yəni çatmayanlar var. Yəni Azərbaycan nümunəvi bölgədə nümunəvi bir multikulturalizm modeli nümayiş elətdirir də. Yəni bu praktikada necə işləyir? Sizi qane eləyirmi? Bax mən bayaq dedim, hətta Azərbaycanda mən Ulu Öndərə qəni-qəni rəhmət eləm, onun özəlini, təməlini qoyan Ulu Öndər Heydər Əliyevdir. İnanın ki, bir Talış xalqının nümayəndəsi, bir redaktor olaraq Dodo qəzetinin, mən multikulturalizm mənim ata evim, ata ocağım, ana evimdir. Ora gedəndə özümü başqa cür. Evdə 5-6 uşaq olar, işıltaq kimi. 11-ci vəsiqə mənə verilib. Həm də onları məktəbində bitirmişəm. Daha da mükəmməl olmam üçün. Amma bu paposlu, belə deyək də, Niyaz mənim. Azərbaycanda multikulturalizm yaradanda, hətta biz özümüz də multikult. Bu sözü demək biraz çətin idi. Multikulturalizm nə demək? Multikulturalizm. Amma bunun dərinliyinə vardıq. Mən onu yaşayıram. Bu mənim gündəlik həyat tərzimdir. Faktiki olaraq. Mən indi, düzdür, indi qarşımda mənim də qeydlərim var, içinə qaçırtmaq istəmirəm. Amma mən belə bir insanlara multikulturalizm nədir? Onu diri olaraq yeriyərək göstərən bir insanam. Bəli, multikulturalizmdən nə bacarırlar elə ilk dəfə bizdə Dədə Qorqudun Basat Boyuncanı Talış dilinin redaktoru mən idim. Bəzi əngəllər olur, var. Məsələn üçün bu əngəllərdən də qaçmaq lazımdır. Məsələn üçün bu yaxınlarda mən onlara müraciət edirəm. Nə olur mənim nə layihələrim gedirəm onlarla məsləhətləşirəm. Birgə məsləhətləşirsiniz. Gedirəm. Mən multikulturalizm direktoruna məsləhətləşməmiş addım atmıram. Yol göstərir, köməkliklərini eləyir. Hətta bu yaxınlarda 24 aprel bizdə hələ bir dövlət tədbiri olması ilə bağlı Lerikdə bir gözəl tədbir planlaşdırmışdım. Getdim multikulturalizm direktorunun yanına. Rəvan məni çox gözəl qarşıladı. Onları da birləşdiriblər beynəlxalq münasibətlər. Bərabər. Düz 100 dənə bu kitabdan yenə də mənə ərmağan olundu. Bilirsiniz ki, Azərbaycan Mədəniyyət Nazirliyi də bu kitabda mənim üçün çap etdi və sonradan çox qürur vericidir ki, multikulturalizm mərkəzdə bunu düzdür, mən indi o kitabı gətirmişim, onların emblemi var. Bu Mədəniyyət Nazirliyinin kitabıdır. Amma onların kitablarının üstündə bunların emblemi. Özünün loqoları var. Özlərinin loqosu var, emblemi. Yəni çox gözəldir. Yəni onlarla bərabər bizim beynəlxalq musiqi festivalları olur və bu son ildə 2 dəfə bizim Talış mədəniyyəti ilə bağlı Rəşid Behbudov sarayında gözəl tədbirimiz oldu. Tərbiyə
Safiyə xanımın 85 illiyi ilə bağlı. Amma bir dənə də nüansda deyək. Siz qəşəng bir dənə detal vurğuladınız orada ki, indi sosial şəbəkələr elə bir səviyyədə ki, heç televizora ehtiyac qalmayıb. Mənim özümü təmsil eləyə bilərəm. Hər bir xalqın nümayəndəsi bir televizor açıb, indi mən bəzilərini də məlumatlandırım. StreamYard vasitəsilə Amerika kompaniyasından bir televizor alsan, canlı yayıma çıxa bilirsən. Bunu hətta hökumətin də pulunu ödəyirsən beynəlxalq bank vasitəsilə. Çünki əgər pul qazanırsansa, belə bir detalı da deyim. Amma multikulturalizmdə mən müraciət edənlər hamısı deyir ki, multikulturalizmdə elə bil ki, sanki biz onların çiyinlərinə oturmalıyıq ki, siz bu kitabı mənim üçün çıxartmalısınız. Onlara da lazım bir beynəlxalq səviyyədə büdcə ayrılıb da kitablarımız var. Məsələn üçün mən də o məktəbi bitirmişəm. Beynəlxalq məktəb multikulturalizm mərkəzində bizim bir çox ali məktəblərdə müəllimlər hazırlandı və beynəlxalq xaricdə bizə dərslər keçirilir Azərbaycanda multikulturalizm. Yəni mən xatırlayıram o dövrü. Amma orada mən bir dəfə bu sualınıza cavablandıram. Mən sual verdim. Mənə belə bir cavab verdi. Rəda xanım, hamı yazır. İndi baxın, bir il ərzində bizim zonada nə qədər kitab çıxır. Mən hər bir qəzetə verirəm də onların çıxdığı kitabları, həm də bir tarix olaraq bunların hamısını mı multikulturalizm çıxartmalıdır və yaxud da hər bir vətəndaşın kitabını dövlət mi çıxartmalı, çap etməlidir? Niyə? Əslində bu xalqların özlərinin imkanlı şəxsləri bu kimi təşəbbüslərdə yazarlara dəstək olmalıdır. Amma hər şeyi də indi dövlətin üstünə yıxmaq biraz nə bilim, deyək ki, insafsızlıq olardı, ədalətsizlik olardı. Bu qədər kitabların içində məni dinləyənlərə də deyirəm. Düzdür, çətinliklərimiz var. Bilirsiniz ki, qəzet heç bir yerdə maliyyələndir. Öz ayaqları üstündə durur. Son illərdə kitablar vasitəsilə. Bax, bu kitabı Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu çıxardı. Bunda da Mədəniyyət Naziri dediyim kimi. Sonradan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bunu nəşr etdi. Qalan kitablar hamısı özümüzün hesabına. Yəni öz təşəbbüsünüzdən. Öz təşəbbüsümüzün köməkliklər olur bizim ziyalılar vasitəsilə. Bəli, sosial şəbəkələrdə də mən siz izləyirəm. Çox aktivsiniz, fəalsınız və kitablarınızı, nəşrlərinizi orada paylaşırsınız. Və sosial şəbəkələrdən danışmışkən, mənim üçün maraqlıdır. Sosial şəbəkələr və rəqəmsal media milli icmalar üçün yeni imkanlar açır, yoxsa məhdudiyyətlər yaradır? İmkanlar açıb. Mən təşəkkür edirəm ki, bizim belə imkanımız var. Hətta belə deyərdim, son zamanlarda bu süni zəka, süni intellekt. Mən dərin təşəkkürümü bildirəm dövlət rəhbərliyinə. İnanın ki, düzdür, maliyyə köməkliyim yoxdur. Mən işçi tutmalıyam, mənə kömək etməli. Bunun redaktası var, bunun tərcüməsi var. Bunlar mənə sosial şəbəkə mənə yerdən göyə qədər köməkliklər edir və mənim öz puluma bu qədər işi tək görmək mümkündür. Bilik lazımdır, konkretlik bir iş lazımdır. Bəli, gəldik sizin əsas sualınız verdiyiniz ki, Azərbaycanda yaşayan xalqlar üçün təhlükədir, yoxsa xeyr, böyük bir auditoriyadır birincisi mənim baxımdan. Biz bir-birimizdən əlaqə saxlaya bilirik. Bir-birimizi bayramlara, kitab təqdimatlarımıza dəvət edirik və bir-birimizi görüb həvəslənir. Ay, məsələn ki, Sədaqət xanım son kitablarını təqdimatı və bir tədbir edəndə, il və yaxud da bir başqa bir xalqın tatlıları, buduqlar. Siz bilirsiniz ki, bayaq da təkrar edin, bu kitabı dökülsən, bu isə bizim ikinci seriya kitabımızdır. Məsələn ki, mən onlarla sırf əlaqəli işləyirəm. O zamanlar multikulturalizm ilində mən bunu bayaq dediyim cümləni bitirə bilmədim. Bu kitabı multikulturalizm 1 yaşında mən də bunu elədim. Kemal Abdullah o vaxtda mənə sual verdi. Rəda xanım, nə istəyirsən də, nə üçün istəyirsən bu kitab çıxmağa? Bir vətəndaş olaraq mən nə etmişəm? Bu sual mənim qabağımda idi. Azərbaycanda multikulturalizm elə bir səviyyədə göstərilirdi ki, mən bir vətəndaş olaraq inanın ki, ağladığım gün dolu ki, mən nə edə bilmişəm. Bu kitabı mən ərsəyə gətirəndən sonra bir illiyindən bir təqdimatını da keçirdilər və Kemal müəllim Abdullah dedi ki, Rəda xanımdan geniş istifadə edin. Təkcə Talış xalqı üçün deyil, digər xalqlar üçün. Bu sual mənim qulağımda qaldı və mənə belə bir şans yaradıldı və bu kitabı düz özüm də çıxarsam mənə ləzzət elədi. Birinci janr mən atalar sözü və deyimlərə o bir kəlmə dedi. Sonra başqa janrlara müraciət edir. Koordinasiya bu kitabı məndədir. İkinci kitabım Azərbaycanda yaşayan xalqların əfsanə rəvayət nağılları kitabı oldu. Təhlükəyə qalanda isə sosial şəbəkədə var. Belə ürək ağrıdıcıdır. Yəni mənə çox pis təsir eləyir. Mənim özümə də hücumlar olur. Yəni özüm cavab vermirəm, amma mən bilirəm ki, bizim el oğulları onların cavabını verirlər. Çünki mənə özə zəngləri gəlir, danışıqlar. Yəni hiss edirsiniz bu təxribatdır da. Bəli, təxribatdır. Hətta mənim gördüyüm işləri qısqanclıq da var.
Zənglər var, qısqanclıqlar var, ara qarışdırmalar var. Çox utanc verici bir şeydir. Hətta kimin ağzını tutasa, amma sosial şəbəkədə bu qeyri-mümkündür. Hətta indi son zamanlar mən nəzarət edirəm. Bilirsiniz ki, mən TikTokda Dodo qəzeti olaraq, rəsmi olaraq görsənirəm orada. Mən orada da nəzarət, özüm bir çox şey araşdırıram. Bir jurnalist olaraq mən hər yerdə olmalıyam. Təhlükəyə baxanda mən bir dənə sizə bütün məni dinləyənlərə üzümü tutub indi yaşım da elədir, həm Dodo olaraq müraciət edirəm. Bu yaxınlarda məni ağrıdan bir şeyə mən heç onun adını da tutmaq istəmirəm. Bir gözəl dövlətimə təşəkkürümü bildirirəm. Bir xoş xəbəri. Bunun altında da sətir altı sözümü bildirirəm. Heç onun üstündə açmadım. Lənkəran Dairə Qalası mənim bu may ayının qəzetində verib. Dairə Qalası və tarixi yaddaşın bərpası və milli qürurun təntənəsi. Yəni o məlum çıxışa cavab olaraq Mən o məlum bacıya, məlum çıxışa cavab olaraq mən ona cavab yazmadım. Bu mənim bir şəxsiyyət olaraq özümə sığışdırmadım o səviyyəyə düşməyi. Amma mən onu o səviyyəyə qaldırdım ki, dövlətimə minnətdaram. Orada istəyir Acarlar və bizim Talış xalqı necə ki Rus imperiya dövründə necə vuruşublar və həmin qalanın, həmin o sözlə bağlı, həmin qalan bir dəfə də mən bundan toqquşmuşdum. Baku Kanal TV getmişdi Astarada bir çəkiliş edəndə həmin o cümlə ilə bağlı. Amma təşəkkür edirəm onlara. O cümlə məni böyük bir araşdırmaya apardı, gətirdi. Bu Lənkəran qalasında, mən xəbərsiz idim, ciddi deyirəm, mən tarixçi deyiləm. Mən bu Lənkəran qalasının o zamandan böyük bir yazı verdim. Burada da həmin xanıma da ümumi cavabımı yazdım bu qəzet vasitəsilə. Və siz bilirsiniz ki, qəzetim çıxandan sonra və mən bunu sosial şəbəkələrdə paylaşıram Dodo qəzeti ilə. Yəni var. Amma bizə Allah Taala tərəfindən ağıl verilib, Niyaz müəllim. Biz Azərbaycançılığımızı, biz bu cümhuriyyəti bilirsiniz necə çətinliklə əldə eləyə bilmişik. Əldə eləmişik, itirmişik, təzədən bərpa eləmişik. Hazırda mürəkkəb geosiyasi vəziyyətdə qorumağa çalışırıq və bu belə bizim layihəmizin də məqsədi sabit etmə mühit və etnik azlıqlara qarşı, milli azlıqlara qarşı sosial şəbəkələrdə təxribatların qarşısı alınmasına deməli, alınması çərçivəsindədir. Mən sizə bir dənə detalda vurğulayım ki, bilirsiniz ki, mənim özüm də 10 il Müdafiə Nazirliyində çalışmışam və yoldaşım da xüsusi təyinatlı hərbi hissənin zabiti olub. Yəni dövlətçilik bizim canımızdır, qanımızdır. Biz buna görə can qoymuşuq. Mən yenə də deyirəm, hər verilişdə bunu yorulmayacağam bunu deməkdə. Mən elə belə göstərmədim bunu. Mən qəzetdə bunu göstərməmişəm. Memarı və inşaatı mənim oğlumdur burada. Lənkəran qalasının. İradə xanım, mən baxıram ki, sizin verilişin əvvəlində, podkastın əvvəlində də mən qeyd elədim ki, digər xalqlarla da yazılarınız, kitablarınız var. Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən digər milli icmalarla münasibətləriniz və ortaq layihələriniz varmı? Və mən görürəm ki, var. İstəyirəm ki, bu barədə biraz geniş danışasınız. Və Azərbaycanda yaşayan xalqlardan dediyim kimi elə bunu multikulturalizmlə təməli qoyuldu. Mən minnətdarlığımı bildirirəm Kamal Abdullaya, Kamal müəllimə. Yenə deyirəm, beynəlxalq forumlar idi, təzə-təzə başlayırdı. Əlini qoydu belə çeynimə. Onda Aynur xanım Bəşirli idi orada müşavir. İradə xanımdan deyir, başqa xalqlar üçün də istifadə. Mənim üçün bir maraqlı idi bu söz. Gəldim o dediyim kitabı, başladım Azərbaycanda yaşayan xalqların atalar sözü və deyimlərini yazmaq. Ayaz Vəfalı isə SSR xalqlarının atalar sözlərini yığmışdı. İnanın, mən bunu Ayaz Vəfalıya göstərəndə Elmlər Akademiyasına gedəndə, qız sən mənim çoxdankı arzumu yerinə yetirmisən. Sonradan bunun ikinci seriya olaraq Azərbaycanda yaşayan xalqlar, burada 11 xalqın dilində, Azərbaycan dilinə tərcüməsi ilə, bilirsinizmi Niyaz müəllim, mən bunu elə belə göstərmirəm. Amma çox istəyərdim ki, dövlət səviyyəsində də daha dərin qiymət verilsin bu kitablara. Azərbaycanda 2 dilli, 3 dilli lüğətlər var. Bu 11 xalqın dilində olan bir lüğətdir. Bu isə sonradan araşdırma apardım. Siz xalqlardan danışırsınız. Burada ceklərə əlavə eləmişəm. Sonra krizlara əlavə edilmişəm. Sonra da burada Azərbaycan dilimiz birinci növbədə gedir, sonra yəhudilərdən gedir və hərənin öz dilində nağılları, əfsanə rəvayət nağıllarını yığdım. Sonradan sizin qarşınızda o kitabı göstərə bilərsiniz. Onun da qarşısında balaca kitablar var. Bunu mən göstərdim, siz də onları bir-bir göstərin. Sonra bizim Şəddat müəllim Cəfərovun Ötən illərin əhvalatları kitabı bu. Azərbaycan dilində olan bir kitabı rus dilində də var idi. Sonra belə bir layihə hazırladıq. Özünün istəyi ilə insanları özü tərcüməçiləri özü maliyyə dəstəyi oldu. Talış, Ləzgi, Tat,
Hapıt 15 Kürt dilində yox, bu 8 xalqın 8 dilində xalqın dilində. tərcümə olundu. Bu yaxınlarda ola bilsin bunun təqdimatı da keçiriləcək. İnşallah. Yəni o qədər sevinirdilər ki, xalqlar. Çox belə Əlbəttə, onları onlar üçün məsələn çox mən maraqlıdır. beynəlxalq sərgidə, kitab sərgisində mən kitabları çıxardanda təsəvvür edirsiniz bu kitablar da olur. Gəlirlər, soruşurlar. Məsələn ki, mən kitabı qoyuram orada stillərdə, rəflərdə belə görünür ki, "O, Talış, bilirsiniz mən orada nə görürəm? İnsanların Talış xalqının necə dəyər verdiyini. Mən onun müqabilində onlar üçün də iş görürəm." Ümumiyyətlə Azərbaycan xalqı Çox bu sıx kimi məsələlərdə yoxdur. tolerantdır Tolerantdır, və düşünürəm ki, belə də olmalıdır. Çünki biz Azərbaycanda bilgi yaşayışın təmin olunmasından ötürü kifayət qədər əziyyət çəkmişik. Çox xoş oldu bu kitablarla bağlı. İradə xanım, bəzi milli icmalar mövzusu, yəni bütün bunların fonunda, bax, biz bəzən müşahidə edirik ki, milli icmalar mövzusu siyasi manipulyasiya predmetinə çevrilir. Siz bu məsələyə necə yanaşırsınız? Ümumiyyətlə, bu kimi yanaşmaları görəndə nə düşünürsünüz, nə yazmaq istəyirsiniz? Mən mənfi düşünürəm bu barədə. Yəni onlar bir çox şeylərlə əl atırlar ki, aşağılasınlar, nəsə bir qabardılmış bir iş görsün. Amma mən onları oxuduqca, gördükcə əksinə, mən görürsüz kitablarımın sayı dillə, mədəniyyətlə bağlı. Təkcə Talışlar üçün yox. Yəni mən Talış dilində Dodo qəzetinin baş redaktoruyam. Və üstəgəl onların da bizi də Azərbaycanda yaşayan xalqların da dilində nəsə yazıram ki, onlara da bir əlindən tutub özümlə aparıram bərabər. Bir dəfə Mədəniyyət Nazirliyi ilə görüşmüşdüm. Anar müəllim idi o zamandı. Deyirəm ki, baxın Anar müəllim, kömək istəyirəm də mənə abunə yazılsın qəzetimə də. Nə üçün abunə istəyirəm? Mənə əgər abunə olmasa mən məhv oluram da. Mən nə qədər oturaraq iş görmə, yaş da özünü göstərir. Təbii. Ayaq işləmir, nəysə göz zəif görür. Dedim bax sizin oturacağınız yanınızda, sağınızda, solunuzda bu qardaşlardan, bacılardan mənim fərqim bilirsiniz nədir? Birinci dövlətimin əli çiynimdədir də, mənim də. Amma mən sizdən fərqli olaraq siz işləyib maaş alırsınız, mən maaşsız İşləyirəm mən. Mənim üçün maraqlıdır. Azərbaycan mətbuatı, yəni milli azlıqlara mənsub olan mediadan söhbət getmir. Ümumiyyətlə bizim mediamız milli həmrəyliyi gücləndirmək üçün nə etməlidir? Əvvəllər ictimai kanalda belə bir veriliş vardı. Sıradan birimiz bura vətəndir. Çox gözəl. Məni bir dəfə çəkdilər bu verilişə. Amma bu verilişlərin axarlı olmasını istəyərdim. Sayı çox olmalı. Sayı çox olmasın. Bax, adicə baxın, girin sosial şəbəkələrdən. Bura vətəndir, sıradan birimiz. Mənim haqqımda çox gözəl veriliş çəkilib. Bizim Azərbaycanda yaşayan xalqların qaymaqları var. Onların gözəl yazıları var. Onlardan verilsin. Öz qəzetlərinin də rubrikası artsın. Çox gözəl oxunaqlı olar. İradə xanım, son olaraq multikultural dəyərlərin qorunması üçün, məsələn, siz cəmiyyətə hansı çağırışlar edərdiniz bir Dodo kimi? Cəmiyyətə də multikulturalizm özünə də belə çağırış edərdim ki, bir-birimizi hörmətlə qabaqlayaq. Cəmiyyətimizə çağırışım isə maarifçilikdir. Kitablar çap olunsun, nəşr edilsin. Bir-birimizin dilini, mədəniyyətinə, hörmətlə yanaşaq. Geniş yer verək. Qəzetlərimizdə onlara yer verək. Necə ki, mən multikulturalizm rubrikası açmışam. Siz bayaq düzgün vurğuladınız. Mənim qəzetim təkcə Talış dilinə aid deyil. Çünki mən qəzetimin 50%-ni Azərbaycan dilində çıxış edirəm. Yazıram ki, çıxışlarımla ki, çünki məndən dava edirlər. Elmlər Akademiyasında bir xanımlar var, deməli ki, biz də oxumaq istəyirik. Amma mənim maliyyəm çatmır ki, 16 səhifə eləyim, paralel də verə bilərəm. Odur ki, mən çağırış eləyirəm ki, bir-birimizin məhəbbətdə, sevgidə qabaqlayaq, bir-birimizin mədəniyyətində qabaqlayaq, kitablarımıza geniş yer verək, qəzetlərimizə geniş yer verək. Mən deyərdim ki, bütün qəzetləri də Azərbaycanda olan bu gözəllikləri yazmaqdır, Azərbaycanda yaşayan xalqlardan yazmaqdır, onların sizi kimi ziyalılarından yazmaqdır. Sizdən yazmamışam, onu da deyirəm, mənə bağışlayın. Çünki bir dənə də sizə vurğulayım ki, bayaq bir söz dediniz ki, necə oldu ki, siz qəzetə gəldiniz? Əsas məsələni deyim sizə. İnsan elə bir yerə gəlir, zamana gəlir, çatır ki, özü-özünə bu hər kəsdə var. Mən inanıram ki, sizdə də var. İndi yaşca sizdən böyük də olsam, yəqin ki, mən neynəmişəm? Ziyalılarla oturub... Hesabatlılığı var, özü-özünə hesabatlı. Mən bir vətəndaş olaraq dövlətim üçün nə etmişəm? Mən bir vətəndaş olaraq xalqım üçün nə etmişəm? Mən qürur duyuram bundan. O yüzden neysə etməyin lazımdır. Yəni mən bu keşməkeşdən keçmişəm. O yüzden də mən boşluqları doldurdum. Mənim bir yazım var, onu unutmuşam, sizə gətirim. Və o boşluqları doldurdum. Baxın, Atalar Sözü kitabları. Bu kitabdan sonra, əvvəl bu kitabı buraxmışdım, Atalar Sözü.
Sonra bu kitabı buraxdım xalqların dilində. Sonra bunu tərcümə elədim, yapışdırdım, bunun arxasına buraxdım. İnanın ki, bu kitablar üstündə adam lazımdır ki, oturub araşdırma aparsın, 6 kitab çıxartsın. Dilçilikdə, folklor institutları bununla oturub işləsələr, Lənkəran Elmlər Akademiyası otursun işləsin, bundan ana haqqında, sevgi haqqında, məhəbbət haqqında, vətən haqqında ayırsın. Bu kitabdan 6-7 kitab hazırlamaq olar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin deyəsən loqosu ilə, Bəli, bu tövsiyəsi ilə kitabların çaplanır. hamısı Azərbaycan Milli Elmlər Akademiyası Elmi Şuranın qərarı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tövsiyəsi ilə çap olunmuş və loqosu. Mənim kitablarımın hamısı dövlət səviyyəsində olan təqdimatlar keçirildi. Multikulturalizmdə dərin təşəkkürümü bildirirəm və həm bizim Elm və Təhsil Nazirliyinin sıx əlaqəsində və bir də ki, Mədəniyyət Nazirliyi ilə sıx əlaqəli işlərimiz var. Hər il məni Expoya, Beynəlxalq Kitab sərgisinə dəvət edirlər. Dodo qəzeti olaraq, Dodo nəşriyyat. Pulsuz da yer verirlər sizə. İnanın ki, pulsuz verilir. Amma son 2 ildə bilmişəm yaxşı kitablar satılır. Və bir də mənim folklorumuzla bağlı sizin dediyiniz ki, multikul dəyərlərin qorunmasında. Mən düşündüm, baxdım, gördüm ki, bizdə balaca bir nazik kitab var idi. Bayatılar. Allahverdi bayramının. Bax, bu kitabı 436 səhifəlik Bayatılar kitabını meydana qoydum. Hətta bir gülməli bir şey dedi ki, yaş özünü elə gözləyir ki, bu keşməkeşdən keçirsən, bir də özünü harda görürsən, burada mənim özümün də bayatılarım var. Mən həm yazaram, gözəl bayatılarım da var. Artıq özüm də bunlarla bərabər. Bir də sizə bir detalı da vurğulayım ki, mənim həm də dini qurumlarla da sıx əlaqəlim var. Orada mənim bir kitabım var. Tyndall şirkəti ilə, Amerikanın Tyndall şirkəti ilə müqaviləm vardı. Hətta bu səfər kitablarda da, qəzetlərdə də mənə elanı oxudum ki, Azərbaycanda kitabların 20 illiyi idi. Sonra bir yazışmanı araşdırdım. 20 illiyi Rus versiyasının, sinodal tərcüməsinin orada 30 illiyi hansı, bir də Tyndall tərcüməsinin 550-yə qeyd olunurdu. Mən bu kitab What is God Like? Allah necədir? Kakov Bog və Xıdıçuknay kitabından tərcümə etdim. Rəsmi şəkildə, əgər bunun embleməsi olmasa, bu çap olunmaz. Dini qurumların belə bir multikultural, dini və dili müxtəliflik, belə bir şəkildə kitablar, onlarla bərabər çalışdım. Bir də bu qorunmanı, dilin, mədəniyyətin, müxtəlifliyin qorunmasını siz bilirsiniz ki, bu il bizim professorlarımızdan gözəl professorumuz Əbülfəz Rəcəblinin 90 yaşı tamam oldu. O bizim o da talış dilinin qorunmasında və onun böyük zəhməti var və bunu özümə bunlara yaxınlaşdırım mənə. Bu kitabları özümə borc bilirəm, göstərim ki, yəni talış dilinin leksikası ilə bağlı, hətta Sovet dövründə də mənim bildiyimə görə təkcə leksika deyil, morfologiyası ilə bağlı da kifayət qədər talış dilinin leksikası, fonektikası, talışla və talış dilinin morfologiyası və son məni çağırdı, o kitabı mənə təqdim etdi ki, İrada xanım öz 90 illiyində talış dilinin sintaksisini meydana qoya bildi bizim gözəl 90 yaşlı alimimiz. Yəni bu yaşda bu qədər məhsuldar işləmək söz nəsil mənasında. Yəni o hardasa nəsə belə deyim də, əvvəl işdə idi, indi hal-hazırda evdədir. Bu haqda ona məlumat da verəcəm, onu təbrik də etdim. Bu bir redaksiya olaraq, bir media olaraq, amma mən başqa qəzetləri üzümü tuturam. Türkçə bizim alimimizdir. Görkəmli türkoloq Əbülfəz Rəcəblini başqa media qəzetlərdə bunu yazmalıdırlar. O təkcə mən ondan yazmamalıyam. Siz gözəl vurğuladınız. Bizim məsələn üçün dövlət tərəfindən yaradılmış beynəlxalq sərgilərdə mən də böyük təcrübə toplamış olursan orada. Sənə böyük bir meydan verilir. Beynəlxalq xarici ölkələrdən gələn naşirlərlə tanış olursan, yazarlarla tanış olursan, düşünürdüm ki, mən onlara hansı məhsul göstərsəm daha gözəl olar, Azərbaycanımızı daha geniş orada təmsil eləyə bilərəm. Belə bir ideya ağlıma gəldi ki, Sehirli talış nağılları Azərbaycan talış və rus ingilis dilində. Orada Avestanın qataları da var. Avesta kitabı məndə talış dilində, Xanlar Həmidin. Bir də qata kitabı da, qatalarda yenə də eyni ilə Azərbaycan talış, rus və ingilis dilində. İnanırsınız ki, Ərəb Əmirliyindən mənim kitablarımdan aldılar. Sərgidə iştirak edən xarici qonaqlara təqdim edirdiniz. 4 dildə eləmək üçün, yəni Azərbaycanımızda multikulturalizm. Əslində bu çox yaxşı yanaşmadır. Azərbaycandakı multikulturalizmin biz bir növ təbliğidir. Gəlirdilər, kitabları qoyuram. Məsələn ki, mən məsləhətsiz heç nə etmirəm. Bilirsiniz necə? Bir xalqın nümayəndəsi, bir Dodo qəzeti, talış dilində Dodo qəzetinin baş redaktoru, o kitabları ora düzəndə mənim sevincimin həddi-hududu yox idi. Mən bunu göstərirdim ki, Azərbaycanda gözəl bir məkanda yaşayırıq, belə bizə meydan verilib. Ümumi buketi göstərəndə beynəlxalq səviyyədə həmrəyliyi, bizim tolerantlığımızı, milli birliyi, birgə yaşayışı. İnanın, orada gəlib toplaşanlar, bütün Azərbaycanda gələnlər olur.
xalqlar olur. Yaxınlaş, istər deputatından tutmuş, ən aşağı bir nümayəndəyə qədər hamısı sevinə-sevinə gəlir. Çox gözəl nümunədir və mən ümid edirəm ki, Azərbaycanda yaşayan digər xalqlar da bu nümunədən geniş istifadə eləyəcək, Dodo nümunəsindən istifadə eləyəcək. Mən sizə təşəkkür edirəm. Dəvətimi qəbul edib bizim podkastımızda Multikultural Azərbaycan podkastında iştirak elədiyiniz üçün ümid edirəm ki, biz təkrar da görüşə bilərik gələcəkdə. Bir daha sizə də təşəkkür edirəm. Məni sosial şəbəkələrdən izləyib və gördüyüm işlərə dəyər verdiyiniz üçün yazmam. İnanın ki, əvvəlki sizin ilk dəfə də sizin məndən götürdüyünüz intervyu da mənim üçün böyük önəm daşıyırdı və siz gözəl suallar verdiniz və o yazıda indiyə nə qədər sosial şəbəkələrdə axtarışa verəndə qalır. O da bizim dövlətçiliyimizə, dövlətimizin qorunmasına və bəzi insanların öz cavablarını almasına böyük təkan idi. Düşünürəm ki, bu işlərimiz də gözəl bir nəticə verəcək. Sizlərə də və bütün komanda heyətinizə təşəkkürümü bildirirəm. Əziz dostlar, Dodo İradə xanımla söhbət elədik və ümid edirəm ki, Azərbaycanda yaşayan xalqları öyrənənlər, bu xalqlarla maraqlananlar, hər bir izləyici üçün maraqlı bir podkast alındı. Və xatırladım ki, bu podkast Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək layihəsi çərçivəsində Multikultural Azərbaycan podkastı adı altında getdi. Növbəti qonaqlarımız da Azərbaycanda yaşayan müxtəlif xalqlardan olacaq. Sağ olun, sağlıqla qalın.